Bugünkü İmam Hüseynindən danışdıq. O eşqin möcüzəsi Kərbəlada idi. Fikir verin, niyə görə onlar ən kamil idilər? Bütün o toplumu, o dəstəni birləşdirən bir eşq var idi. O eşqin başına pərvanə kimi dolanırdılar. Onlar niyə o qədər gözəl idilər? Hamısının bir dərdi vardı. Görəsən imam məndən razı qaldı. Adamın ürəyinə bu eşq düşəndə, tikə-tikə doğrananda da məğrur olmursan. Deyirsən, əsas məsələ bu deyil, mənə nə oldu? Əsas məsələ budur ki, məndən razı qaldı ya yox. Ona görə də namazda dayanır qarşısında İmam Hüseynin. Bunlar nağıl deyil ki, hadisətlər, tarix hadisət. Dayanır, deyirlər ki, o qədər ox, nizə yağdırırdılar ki, bədənində yer yox idi. Özünü atırdı oxun nizənin qabağına. Zərrə qədər bunda qürur var. Gör, mən nə indirəm, mən imam üçün canımı sipər eləmişəm. Yox, belə bir fikir yoxdur. Bunun fikri budur ki, imam namazını bitirənəcən özünü saxlayır. İmam ki, namazın salamını verir, bunun dizi qatdalanır və onun başının üstünə gələn imama nə deyir? Deyir, əvfəyət ya Abdullah. Vəfalı ola bildimmi, razı qaldım mən. Bu eşq ancaq bunu eləyə bilər. Eşq olmasa yaxşılıq da eləyəcəksənsə qürura qapılacaqsan. Özündən razı olacaqsan, minnət qoyacaqsan. Eşq əridir səni. Eşqdə ancaq borcluq hissi qalır orada. Ne edirsən, eləyəsən, ancaq minnətdarlıq hissi eləmək istəyirsən ki, çox sağ olun ki, mənə bu qismət oldu. Bir falan yerdə sual dolu baxışına deyirsən, sən məndən razı qaldın ya Abdullah. Yoksa da sən bundan baxır deyir ki, cənnətdə də məndən sən olacaqsan. Yəni, əvvəl sən keçəcəksən cənnətə, mən sənin arxınca gedəcəm. Çünki indi namazda mənim qarşımda dayanmışdın. Biz Kərbəla şəhidləri ilə qafilə kimi gəlib məhşərə daxil olanda sən mənim önümdə addımlayacaqsan. İnsan görür, sevgi insanı haralara qaldırır, hansı dərəcələrə çatdırır.